Tam düzgün qeyd elədiniz. Burada bir məsələ də var ki, böyük nəsil, onlar belə də o Sovet İttifaqı daxildir. O vaxt onlar da investisiya eləmişlər hansısa bir banklara. Elə oradan travmaları vardı. Bəli, o travmadır və o indiyə qədər o travma yəni ki, sağalmayıb belə deyək və əsas məsələlərdən biri budur. Etibarsızlıq. Bəli, etibar etmirlər. Amma dəyişir yavaş-yavaş, amma yenə də etibar çox olmur. Amma gənc nəsil görməyib bunu. Gənc nəsil yenə görür ki, hər şey yəni iqtisadiyyat inkişaf edir, şirkətlər böyüyür. Xaricdə edirlər bunu, niyə də yox? Yəni bu yanaşmana yaxınlaşırlar və investisiya sayı son illərdə kəskin artıb. Bu çox yaxşıdır əslində, çünki bu həm iqtisadi inkişafına da böyük bir təkan verir və ən rahat, ən böyük səbəblərdən biri odur ki, əlçatan olub. Yəni rahatdır investisiya etmək. Adi mobil application-dan investisiya edirsiniz. İllər öncə zəng edirsiniz brokera, gecə ki, mən bu səhmi almaq istəyirəm və s. İndi sadəcə açırsınız application, əgər bazar işləyirsə bu vaxtı istənilən səhmi alıb sata bilərsiniz. Ən böyük yəni ki, belə deyək də məsələlərdən budur. Həmçində dövlət tərəfindən siyasətlər edir ki, maraq yaradılır, izah olunur, Mərkəzi Bank özü və digər banklar da izah edirlər və bu da böyük bir köməkdir bu məsələlərə ümumiyyətlə.